Salam hörmətli abituriyentlər, kanalıma xoş gəlmisiniz. Bu gün sizlərlə 19-cu əsrdə Rusiyanın Azərbaycanın şimalında həyata keçirdiyi burja islahatlarından 1840 aprel, 46-14 dekabr, 46-6 dekabr reskripti, 65-66-cı illər islahatı, 70-ci il kəndli islahatı və 78-ci ildə həyata keçirilmiş şəhər islahatının ətraflı şəkildə izahını verəcəyik. İlk növbədə qeyd eləyək ki, 1840-cı il 10 aprel tarixində islahat, yəni inzibati məhkəmə islahatının həyata keçirilməsi, ərazi və məhkəmə quruluşunda dəyişikliklərin edilməsinə səbəb 19-cu əsrin 30-cu illərində çarizmin müstəmləkəçilik siyasətinə qarşı Azərbaycanın 4 bölgəsində baş vermiş Carbalakan, Lənkəran, Şəki və Quba üsyanlarının nəticəsi idi. Yəni bu islahatın həyata keçirilməsinin səbəbi Rusiyanın artıq komendant idarə quruluşu müsbət yox da Cənubi Qafqazın idarəçilik sistemində mənfi nəticələrə bais olduğunu dərk etməsi və aydın şəkildə görməsi idi. Və 1840 aprel tarixində həyata keçirilmiş inzibati məhkəmə islahatına əsasən komendant idarə quruluşu və komendant vəzifəsi, həmçinin mahal naibi vəzifəsi ləğv edildi. Azərbaycanın tarixi torpaqları olan Naxçıvan və İrəvan bölgələrində qondarma qurum olaraq 1828-ci ildən fəaliyyətə başlayan Erməni vilayəti ləğv edildi və 40 aprel tarixində Azərbaycanın ərazi quruluşu Rusiyanın ərazi quruluşuna, yəni imperiyanın, Rusiya imperiyasının ərazi quruluşuna uyğunlaşdırıldı. Buna uyğun olaraq quberniyalar, qəzalar və nahiyələr, sahələr bölgüsü tətbiq edilməyə başladı və Azərbaycanda 40 aprel islahatına əsasən komendant idarə quruluşundakı əyalətlər, dairələr, distansiyalar, mahal bölgələri falan iki inzibati vahiddə birləşdirildi. Bunlardan birincisi mərkəzi Tiflis olan Gürcüstan İmeretiya quberniyasıdır, ikincisi isə mərkəzi Şamaxı olan Xəzər vilayətidir və xəritə üzərindən biz baxaq. Hal-hazırda xəritənin sarı hissə ilə ayıracağım bölgəsi, daha doğrusu sarı hissə ilə, yaxud da sarı hissə ilə rəngləyək. Sarı hissəsi ilə ayıracağım orta xətt, yəni xəritənin özündə də yaşıl rənglə ifadə olunan bölgə Gürcüstan İmeretiya quberniyası, sarı rənglə ifadə olunan bölgə isə Xəzər vilayətidir. Biz bu xəritə üzərində göstərək ki, hansı bölgələrdir ki, məhz Gürcüstan İmeretiya quberniyasının tərkibinə daxildir. Hal-hazırda görürsünüz ki, Tiflisdir, Carbalakan dairəsidir, Yelizavetpol qəzasıdır, İrəvan və Naxçıvan qəzalarıdır ki, bunlar Gürcüstan İmeretiya quberniyasının, Dərbənddir, Qubadır, Bakıdır, Lənkərandır, Şirvandır, Şəkidir, Qarabağdır. Xüsusilə Qarabağı qeyd etməliyik ki, Qarabağ Xəzər vilayətinin tərkibində olubdur. Bunu çox vaxt orta nöqtədədir deyə abituriyentlər qarışdırırlar ki, Gürcüstan İmeretiya quberniyasının tərkibinə daxildir. Bu bölgələrdə Xəzər vilayəti və Gürcüstan İmeretiya quberniyası yaradılmış olur. Qafqazın idarəsi bütünlüklə tapşırılır Qafqazın baş hakiminə və Qafqazın baş hakiminin əlaltıları olan Rus məmurları ancaq işləyə bilirlər idarəçilik sistemində. Azərbaycan məmurları idarə etmə işlərindən, Azərbaycan bəyləri idarə etmə işlərindən tamamilə uzaqlaşdırılır və quberniya, vilayət, qəza məhkəmələri yaradılır. Necə ki, ərazilər quberniyalara, qəzalara, nahiyələrə bölünür. Eyni ilə ona uyğun olaraq, ərazi vahidlərinə uyğun olaraq məhkəmə idarəçiliyi quruluşu da formalaşdırılır. Quberniyalar, vilayətlər və qəza məhkəmələri yaradılır. Abituriyentlərin və test toplularında, test tapşırıqlarında çaşqınlıq yaradan məqamlardan biri də odur ki, şəriət məhkəmələri yaradıldımı 40 apreldə, yoxsa saxlanıldımı? Şəriət məhkəmələri məlumdur ki, Azərbaycanda əzəldən bəri mövcud olan dini qaydalara əsasən fəaliyyət göstərən məhkəmələr idi. Şəriət məhkəmələri sadəcə saxlanılır. Bu məhkəmələrdə kəbin, talaq və vərəsəlik işlərinə, yəni evlənmə, boşanma, atadan qalma mülkün digər oğula keçməsi, övladlar arasında bölüşdürülməsi, vərəsəlik işlərinə baxılırdı. Şəriət məhkəmələri yaradılmır. Yeni yaradılanlar quberniya, vilayət, qəza məhkəmələri də saxlanılan şəriət məhkəməsidir. Və əvvəllər ağır cinayətlərə komendant idarə üsulu dövründə əhalinin belə əsas narazılığına səbəb olan hadisələrdən bu idi ki, ağır cinayətlərə səhra məhkəmələrində yaxud da hərbi məhkəmələrdə baxılırdı. Artıq ağır cinayətlərə mülki məhkəmələrdə baxılmağa başlanıldı. Yəni, hər bir cinayətə yüngül olsun, ağır olsun, mülki məhkəmələrdə baxılma qaydası tətbiq edilirdi. Təbii ki, məhkəmələrdə rus dilində həyata keçirilirdi, imperiyanın qanunları əsasında həyata keçirilirdi. Yerli əhalinin maraqları, dini, buradakı əhalinin ictimai, siyasi yaxud da sosial vəziyyəti nəzərə alınmadan imperiyadakı qanunlar, yəni Rusiyadakı qanunlar nə idisə, Azərbaycanda da onlar tətbiq olunurdu. 40 aprel islahatına əsasən məhkəmədə
vergi verən təbəqələrdən seçilən iclasçılar iştirak eləyə bilirdilər. Yəni vergi verən təbəqə və hakimlərin iştirakına icazə verilirdi. İslahat niyə uğursuz olur bəs? İslahatın uğursuz olmasına səbəb odur ki, bəylərin tiyul torpaqlarını əllərindən alırlar. 41-ci ildə Qazax, Borçalı, Şəmşəddil adlı bölgələrdə və Xəzər vilayətindən demək bəylərin və ağaların tiyul torpaqlarına, hansı ki onlara Rusiya tərəfindən çara sədaqətlə xidmət etdiklərinə görə verilmiş tiyul torpaqları müsadirə olunmağa başlanılır. Yəni müsadirə alıb dövlətə keçirdirlər. Çarın özünə qaytarırlar, yaxud da Rusiyanın torpaq fonduna daxil edilir. Çar Rusiyasının Cənubi Qafqazdakı torpaq fonduna daxil edilir həmin torpaqlar. Bəs məqsəd nədir burada? Məqsəd bəyə başa salmaqdan ibarətdir ki, sizlər Rusiyadan asılısınız. Çar hökuməti sizi bir heç edə biləcək səviyyədə bir gücə malikdir. 41-ci ildə başlayır müsadirə, yəni torpaqların bəylərin əlindən alınması, 42-ci ildə həmin müsadirə dayanır. İslahatın uğursuz olma səbəbi budur ki, Rusiyaya sosial dayaq baxımından bəy və ağalar köməklik göstərmirlər, çünki onların tiyul torpaqları müsadirə edilmiş olur. Və islahatdan tamamilə əlaqəsiz 1843-cü ildə Ruslar Azərbaycan ağa və bəylərinə aid bir təbəqə təşkil eləyirlər. Azərbaycan və ağa bəylərini Ruslar adlandırırlar Ali Müsəlman Silki. Silk təbəqə deməkdir. Ali Müsəlman təbəqəsi nə vaxt yaradıldı? 1843-cü ildə Ali Müsəlman Silki Azərbaycan və ağa bəyləri deyiləndə başa düşülürdü. 1844-cü ildə Ruslar Qafqazın idarə olunmasında dəyişiklik eləyirlər. Qafqaz canişinliyi yaradırlar. Qafqaz canişinliyi 1883-ə qədər fəaliyyət göstərəcək və 1883-cü ildə ləğv ediləcək. Qafqazın ilk canişini olub Mixail Vorontsov. Hətta Qafqaz canişinliyi yenidən 1905-ci ildə bərpa edilir. O zaman da Qafqazın canişini olur Vorontsov Daşkov adlı şəxs. İkisinin də demək olar ki, Vorontsov adına rast gəlirik Qafqaz canişinliyinin mövcud olduğu illərdə. 1846-cı ilin 6 dekabr tarixində Çar reskript imzalayır. Reskript sənəddir, yəni qanun gücündə olan sənəddir. Bu reskripti imzalamaqda məqsəd o idi ki, bəylərin, ağaların, Azərbaycan ağa və bəylərinin Ali Müsəlman Silkinin torpaqları ilə bağlı olan münasibətlərini, məsələlərini həll etmək. Bəs 46-6 dekabr reskriptini Rusiya niyə imzalayırdı? İmzalayırdı ki, özünə Qafqazda sosial dayaq yarada bilsin, yəni Şimali Azərbaycanda. Rusiya niyə özünə sosial dayaq yaratmaq istəyir? Çünki artıq bəyləri Rusiya torpaqlarını 1841-42-ci illərdə müsadirə eləyəndə başa salıb ki, bəyi sizlər Rusiyadan aslısınız. Rusiya Çar hökuməti olmadan siz bir heçsiz. 1846-cı il 6 dekabr tarixində imzalanmış reskript tiyul torpaqlarının bəylərin və ağaların irsi mülki kimi təsdiq edilməsinə gətirib çıxardır. Yəni tiyulu bəy və ağa ancaq sata bilər, bağışlaya bilər, lakin kiməsə satmaq, bağışlamaq məsələsində bəylər və ağalar onları, yəni tiyul torpaqlarını kəndliyə verə bilməzdir. Ancaq Ali Müsəlman Silkinə bir bəy başqa bir bəyə, bir bəy başqa bir ağaya, bir ağa başqa bir bəyə, bir ağa başqa bir ağaya torpağı verə, sata, bağışlaya bilər, irsi mülk kimi keçirdə bilər. Kəndliyə burada torpaq verilə bilməz. Və görürük ki, tiyul artıq irsə keçir, satıla bilir, bağışlana bilir. Mülk də irsən keçirdi, satıla bilirdi, bağışlana bilirdi. Belə çıxır ki, tiyulla mülk arasında heç bir fərq qalmadı. Ona görə də buradan belə bir nəticəyə gəlirik ki, 46-cı il 6 dekabr reskriptinə əsasən tiyul və mülk feodal torpaqlarının eyni kateqoriyasına daxil edilir. Hətta bəylərə deyirlər ki, siz bundan sonra kəndlilər üçün polis və inzibati hüquqlar da əldə eləyə bilərsiniz. Bəylər, yəni sahibkarlar, kəndlilər üzərində polis inzibati hüquq əldə edirlər. Və Rusiyanın Azərbaycandakı müstəmləkəçiliyi dövründə 46-6 dekabr reskripti rəiyyət, rəncbər, elat, əkər kimi kəndli təbəqələri var idi. Hamısını ləğv eləyir. Kəndlinin nə təbəqəsi anlayışını tətbiq edərək bütün kəndlilər mülkədar tabelisi adı ilə adlandırılır. Əslində belə çıxır ki, 46-6 dekabr reskriptində Azərbaycan bəylərinə çox hüquq verilir. Polis inzibati, mülklə tiyulu satmaq, bağışlamaq, nə bilim, onların öz sosial dayaq yaratmaq sahəsində onlara çox ciddi yəni güzəştlər edilir. Lakin Azərbaycan bəyləri ilə Rus bəyləri torpaq məsələsində eyni hüquqda olsalar da, idarə etmə məsələsində eyni hüquqda deyildilər. Hələ də Azərbaycan bəylərini, yəni Ali Müsəlman Silkini, Azərbaycanlı ağa və bəyləri idarə etmə işlərinə buraxmır Ruslar və idarə etmə işlərində iştirak edə bilmirlər. 46-cı il 14 dekabr tarixində isə Çar tərəfindən fərman imzalanır ki, Cənubi Qafqazın idarə quruluşunda dəyişiklik edilsin. Hansı ki, 40-cı il 10 aprel tarixində biz bayaq danışdıq ki, Tiflis mərkəz olmaqla Gürcüstan Emirati
Meritə və Şamaxı mərkəz olmaqla Xəzər vilayəti yaradıldı. Bu idarəçilik üsulu tamamilə ləğv edilir. Gürcüstan Meritə və Xəzər vilayəti nə vaxt ləğv edildi? 46-cı il 14 dekabrda Çarın fərmanı ilə ləğv edilir və yerində 4 dənə quberniya yaradılır. Birincisi Tiflis, ikincisi Kutaisi, üçüncüsü Şamaxı və Dərbənd quberniyaları. Gedək xəritə üzərindən Tiflis, Kutaisi, Şamaxı və Dərbənd quberniyaları haqqında danışaq. Baxaq. Tiflis quberniyasının tərkibinə Borçalıdır, ondan sonra Yelizavetpoldur, Zaqatala, Carbalakən bölgəsidir, daxildirlər Tiflis quberniyasına. Şamaxı quberniyasının tərkibinə Şəki, Nuxa bölgəsidir. Şamaxı, Şirvan, Lənkəran, Şuşa, yəni Qarabağ əyaləti, yenə Qarabağ, Şamaxı, Xəzər vilayətinin yerində yaradılmış bölgəyə daxil oldu və Bakı qəzası daxildir. Dərbənd və Quba bölgələri isə Dərbənd quberniyasının tərkibinə daxil edilirlər. 1849-cu ildə isə Naxçıvan və İrəvan bölgələrinin tərkibinə daxil olduğu İrəvan quberniyası yaradılır. Belə. Və 4 quberniyadan Şamaxı quberniyası 1859-cu ilə qədər mövcud ola bilir. Çünki Şamaxıda bir zəlzələ baş verir və 1859-cu ildə Şamaxı quberniyasının mərkəzi Şamaxıdan köçürülür Bakıya və quberniya adlandırılır Bakı quberniyası. Heç bir ərazi baxımından dəyişiklik olmur. Sadəcə quberniyanın adı dəyişir, adlanır Bakı quberniyası. 1860-cı ildə isə Dərbənd quberniyası ləğv edilir. 1860-cı ildə Dərbənd quberniyası da qatılır Bakı quberniyasının tərkibinə. Yəni 60-cı ildən artıq Dərbəndir, Qubadır, Bakıdır, Lənkərandır, Şirvandır, yaxud Nuxa qəzasıdır, Qarabağ əyalətidir. Bunların hər biri Bakı qəzasının, Bakı quberniyasının tərkibində olmuş olurlar. 1849-cu ildə İrəvan quberniyası dedik təşkil edilib, 68-ci ildə isə Yelizavetpol quberniyası təşkil edilir. Bütün məsələlər inzibati və bəy hüquq məsələləri həll edildikdən sonra 1847-ci ildə kəndli əsasnaməsi imzalanır. Kəndli əsasnaməsi sahibkar kəndlilərinin hüquqlarını müəyyən etmək və bəylərlə sahibkar kəndlilər arasındakı münasibətləri tənzimləmək üçün idi. Soruşula bilər ki, nəyə görə sahibkar kəndlisi haqqında qanun imzalayırlar, amma dövlət kəndlisi haqqında yox? Çünki onu da nəzərə almaq lazımdır ki, biz əvvəlki dərsimizdə qeyd etmişdik ki, sahibkar kəndlisinin vəziyyəti dövlət kəndlisinin vəziyyətinə nisbətən daha ağırdır. Sahibkar kəndliləri həm dövlətə vergi ödəyirlər, həm xəzinəyə belə çıxır ki, vergi ödəyirlər, həm də feodallara vergi ödəyirlər. Sahibkar kəndliləri haqqında verilmiş bu qanunda 47-ci il əsasnaməsində deyilir ki, 15 yaşına çatmış hər bir şəxs 5 desyatin kişi cinsindən olanlar yararlı torpaq ala bilərlər. Kəndli məhsulun 1/10-ni mal cəhət şəklində ödəməlidir, amma əgər kəndli gəlib feodala deyirsə, yaxud da sahibkara deyirsə ki, bəyə, ağaya deyirsə ki, mənim iş heyvanım yoxdur, əmək alətim yoxdur, sənin torpağını mən sənin iş heyvanından, əmək alətindən becərim, onda sahibkar kəndliyə deyir ki, madam ki, sənin öz əmək alətin yoxdur, mənim əmək alətimdən torpaq üzərində, iş heyvanımdan torpaq üzərində işləyəcəksən, onda sən mal cəhəti 1/10 yox, 5/1 ödəyirsən. Belə çıxır ki, mal cəhətin miqdarı artır. Mal cəhətin miqdarı nə vaxt artır 5/1-ə qədər müəyyənləşir? O halda ki, kəndli torpağı, bəyin torpağını, ağanın torpağını öz iş heyvanı əmək aləti ilə yox, bəyin və yaxud da ağanın iş heyvanı və əmək aləti ilə becərirsə, sudan istifadə müqabilində sahibkar kəndliləri bəhrə vergisini ödəməlidirlər və çöpbaşı vergisi isə maldarlardan, otlaqlardan, bəyin otlağından istifadəyə görə alınan vergi idi. Əvrəz nə idi? Əvrəzi əvvəlki dərslərimizdən xatırlayırıqsa, demişdik ki, əvrəz kəndlinin feodalın xeyrinə gördüyü pulsuz işlərdir. Belə bir qayda çıxdı ki, 47-ci ildə bütöv kənd ildə 2 gün hamı bir yerdə ildə 2 gün toplaşmalıdır, gedib bəyin torpağında işləməlidirlər. Bu ayrı. Hər evdən bir nəfər də ildə 18 gün gedib bəyin torpağında işləməlidir. Bütöv kənd ildə 2 gün, hər evdən bir nəfər ildə 18 gün gedib bəyin torpağında əvrəz yerinə yetirməlidir. Yəni pulsuz işlər görməlidir. 47-ci il kəndli əsasnaməsində qeyd olunurdu ki, sahibkar kəndlisinin vəziyyəti ağır olduğuna görə sahibkar kəndlisi bir yerdən başqa yerə köç hüququ eləyə bilər. Yəni sahibkar kəndlisi bir yerdən başqa yerə köç edə bilər. Testdə sual düşür ki, sahibkar kəndlilərinə köç hüququ nə vaxt verildi? 47-ci il kəndli əsasnaməsinə əsasən. Və həmçinin necə ki 46-cı ildə biz 6 dekabr reskriptində dedik ki, bəylərə kəndlər üzərində polis inzibati hüquq verilib. 47-ci il kəndli əsasnaməsində də bəylərə kəndlər üzərində nəinki polis inzibati, həmçinin məhdud məhkəmə səlahiyyətləri də verilir. Yəni bəy həm də kəndli üçün hakim rolunu oynamağa başlayır kəndlinin
məhkəmədə yargıcı olur, belə desək. 1853-cü ildə verilmiş başqa bir qanuna əsasən deyirlər ki, artıq dövlət kəndlisinin vəziyyəti yaxşıdır. Dövlət kəndlisi sadəcə dövlətə vergi ödəyir. Ona görə dövlət kəndlisi bir yerdən başqa yerə çıxıb gedə bilməz. Sahibkar 47-ci ilə əsasən bir yerdən başqa yerə çıxıb gedə bilər, amma dövlət 1853-cü ildə dövlət kəndlisi bir yerdən başqa yerə çıxıb gedə bilməz. 61-ci ildə Azərbaycanda təhkimçilik olmadığı halda Rusiyada var idi. Yəni kəndli torpağa təhkimdir, bir yerdən başqa yerə çıxıb gedə bilməz. Rusiyadakı təhkimçiliyi Çar 2-ci Aleksandr ləğv eləyir. Və kəndlilərə belə bir hüquq verirlər ki, sahibkar kəndlilərinə Rusiyada hətta kəndli torpaq da ala bilər. Rusiyada, Azərbaycanda yox. 1861-ci ildə kəndlinin torpaq alması ilə bağlı dövlətin kəndliyə verdiyi hüquq gətirib çıxardır ki, kəndlilər 1881-ci ilə qədər müvəqqəti mükəlləfiyyətli vəziyyətdə qalırlar. Nə deməkdir bu? Rusiyada qanun çıxır ki, kəndli torpağı satın ala bilər. Amma kəndlinin pulu hardandır? Hardan alsın? Təbii ki, yoxdur. Kəndli bəs bu pulu hardan tapıb feodala verəcək ki, feodalın asılılığından çıxsın? Təbii ki, dövlət deyir ki, biz sizə kredit ayırırıq. Kəndli həmin pulu da müəyyən illər müddətində dövlətə geri qaytarmalıdır. Təbii ki, kəndli feodalın asılılığından çıxdıqdan sonra dövlətin asılılığına düşür və dövlətə olan borcunu ödəyib qutarana qədər nə adlanır? Müvəqqəti mükəlləfiyyətli vəziyyətdə. Rusiyada müvəqqəti mükəlləfiyyətli vəziyyət 1861-ci ildən 81-ci ilə qədər davam etmiş olur. 1865-ci ildə isə kəndlərdə idarəçilik hüquqlarını müəyyənləşdirmək üçün kənd cəmiyyətlərinin haqqında, ictimai idarəsi haqqında qanun qəbul edilir. Burada deyilir ki, müəyyən yaşa çatmışlar artıq kənd idarələrində, kəndlərin idarə olunmasına seçilə bilərlər. Seçkili kənd idarələrində iştirak edə bilərlər kəndlərin idarə edilməsi üçün. Və 65-ci il kənd cəmiyyətləri haqqında qanunda 1847-ci ildə bəylərə verilmiş polis inzibati və məhkəmə hüquqları ki var idi, onlar ləğv edilir. Polis inzibati və məhkəmə hüquqları ləğv edilmiş olur. İndi testdə sual düşür ki, 65-ci il kənd cəmiyyətləri haqqında qanunun 1847-ci il kəndli əsasnaməsindən fərqli cəhəti nədir? Bəyin polis inzibati və məhkəmə hüququ əlindən alınır. Bəs 65-ci il kənd cəmiyyətləri haqqındakı qanunun başqa bir cəhəti nə idi? Vergilər dəyişməz olaraq qalırdı. Yəni kəndli yenə də mal cəhət, bəhrə, çöpbaşı vergilərini ödəməlidir. 66-cı ildə isə məhkəmə islahatı həyata keçirilir. Məhkəmə islahatına əsasən məhkəmə islahatı əsasən yarımçıq qalıb. Azərbaycanda Qazan xan keçdiyi məhkəmə islahatı da yarımçıq qalmışdı, xatırlayırıqsa. Silklər üçün məhkəmələr ləğv edildi. Yəni sən varlısan, bəysən, ağasan, bəylər üçün olan məhkəməyə get, mən kəndliyəm, kəndli üçün olan məhkəməyə gedim sistemi, yəni təbəqəli məhkəmə sistemi aradan qaldırılır. Hamı üçün ümumi vahid məhkəmələr yaradılır. Məhkəmə açıq şəkildə keçirilirdi. Məhkəmə yenə də rus dilində həyata keçirilirdi. 40-cı ildə olduğu kimi hakimlər məhkəmədə Azərbaycanın məhkəmə islahatına əsasən. Təbii ki, Rusiya burada danışdığımız islahatları birinci özündə tətbiq eləyir, öz dövlətində, imperiya ərazisində, sonra müstəmləkələrdə tətbiq eləyir. Rusiyadakı məhkəmə islahatında belə bir şey var idi ki, hakim Rusiyada əhali tərəfindən seçilirdi. Məsələn, bir kəndli istəyə bilərdi ki, bu hakim yox, digər başqa bir qeyri-hakim onun məhkəmədəki işinə baxsın. Rusiyada kəndlinin yaxud da hakimin seçilmə hüququ var idi. Amma Azərbaycanda kəndlinin hakimi seçmə hüququ yox idi. Hakim təyin edilirdi. Bir dəfə bitdi. Və Antlılar məhkəməsi Azərbaycanda antlı iclasçılar, münsiflər heyəti, belə deyək ki, məhkəmə prosesini kənardan izləyib onu qiymətləndirənlər heyəti yox idi. Rusiyada var idi Antlılar məhkəməsi, Azərbaycanda amma yox idi. Yəni Antlılar heyəti, Antlılar məhkəməsi adlanan münsiflər heyəti var idi Rusiyada, amma Azərbaycanda bu sistem tətbiq olunmur. 1870-ci il 14 may islahatı isə kəndli islahatı adlanır. Kəndli islahatının həyata keçirilməsində məqsəd nə idi? Rusiya artıq görür ki, dünya kapitalizm sisteminə keçid eləyir və özü də kapitalizm sisteminə keçid eləmək üçün bu islahatları həyata keçirir. Yəni burjua sözünün mənası feodalizmi ləğv etmək, kapital qaydalarını hakim ön plana çıxartmaq deməkdir. Məqsəd nə idi? 70-14 mayı həyata keçirməkdə Azərbaycanın iqtisadiyyatını, müstəmləkə iqtisadiyyatına uyğunlaşdırmaq, yəni Rusiya üçün əsas cəhət nədir burada? Azərbaycandan əlverişli şəkildə, ucuz şəkildə ən keyfiyyətli məhsulları əldə etmək.
Yəni Azərbaycanı tam müstəmləkəyə çevirmək məqsədi ilə bu islahat həyata keçirirlər. Bir də Azərbaycanda kapitalizmi formalaşdırmaq üçün kapitalizmə Azərbaycanda, yəni fəhlə burjua sisteminə nə ki maneçilik törədir, həmin maneələri aradan qaldırmaq üçün həyata keçirilir. Məqsəd budur, yəni 70-14 may islahatında. Çar Rusiyasının bu islahatı gecikdirmə səbəbi nədir? Azərbaycandan fərqli olaraq Rusiyanın imperiya ərazisində digər bölgələrdə, məsələn Gürcüstanda Azərbaycandan çox tez həyata keçirilibdi. Çar hökuməti buna belə bir cavab verir ki, Azərbaycanda iqtisadi şərait 70-ci ildə yetişib ki, biz 70-ci ildə keçirdirik bu islahatı və Azərbaycanda digər bölgələrdən fərqli olaraq təhkimlilik yoxdur ki, kəndli lap pis vəziyyətdə yaşamır ki, ona görə biz bu islahatı 70-ci ildə həyata keçirdirik. Və 70-14 may islahatı kəndlinin feodaldan asılılığını ləğv etməli idi. Təhkimçilik olmasa da asılılıq var idi feodaldan. Torpaqla bağlı məsələləri həll etməli idi, vergi və mükəlləfiyyətlə bağlı məsələləri həll etməli idi. İslahata əsasən nə olur? Kəndlinin feodaldan asılılığı ləğv edilir. Biyar ki var idi, kəndli feodal üçün əvəzsiz işlər görməli idi. Həmin biyarı ləğv eləyirlər. Kəndliyə deyirlər ki, sən bunu pul ödənci müqabilində verməlisən. Yəni biyara getmirsən, biyarın əvəzində pul verirsən. Yəni vergi kimi. Yenə 47-ci ildə olduğu kimi 15 yaşına çatmış hər bir kişi cinsindən olan şəxsə 5 desiyatin yararlı torpaq verilirdi. Amma 5 desiyatindən artıq torpaq var idisə, yəni kəndliyə deyək ki, səhvliklə 5 desiyatindən artıq torpaq verildi. Həmin torpağın artığı kəsilib mülkədara verilirdi. Kəndli yenə də malcəhət çöpbaşı vergilərini ödəməlidir, amma bu dəfə fərqli bir cəhət var. Kəndlilər illərdir feodalın ki torpağında işləyirlər, orada gəlir əldə eləyə bilmirlər, əziyyət çəkirlər, əzablar görürlər. Həmin o torpaqlarda, yəni kəndlinin belə deyək ki, pay torpaqlarında kəndlilərin əziyyətinin qarşılığı artıq qaytarılması üçün bir qanun qəbul edilir. 70-14 mayın şərtlərindən biri belədir ki, kəndli illərdir işlədiyi o torpağı, pay torpağını satın alıb öz mülkiyyətinə keçirdə bilər. Yəni kəndliyə deyirlər ki, artıq sən feodaldan torpaq satın ala bilərsən. 70-14 may islahatının məhdud cəhəti o idi ki, 47-ci il islahatında olduğu kimi 70-14 mayda sahibkar kəndlilərinə aid idi, dövlət kəndlilərinə aid deyildi. Yəni tam şəkildə həyata keçirilmirdi də. Ölkə ərazisindəki bütün kəndliləri əhatə eləmirdi. Bir də deyirlər ki, pay torpağını kəndli satın ala bilər. Amma məhdud cəhət onda idi ki, kəndli bu torpağı tam mülkiyyətə keçirdə bilmirdi. Soruşula bilər ki, niyə keçirdə bilmirdi? Çünki torpaq baha idi. Kəndlinin bunu almağa pulu yox idi. 61-ci ildə Rusiyada bayaq danışdığımız o təhkimçiliyin ləğv edildiyi və müvəqqəti mükəlləfiyyətli vəziyyətin yarandığı ki, islahat var. Orada dövlət kəndliyə pulla yardım eləyirdi. Nə olsun dövlət deyir, krediti qaytar. Amma yenə də kəndliyə yardım eləyib feodaldan asılığa son qoyur əzab-əziyyətə. Amma Azərbaycanda dövlət kəndliyə vəsait ayırmırdı. Kəndlinin heç özünün də pulu yox idi torpağı satın almağa. Və heç kim durub sahibkar kəndlisini məcbur etmirdi ki, sən torpağı satın al. Və gələk biz islahatları fərqli yaxud oxşar cəhətləri ilə bir-birləri ilə müqayisə etməyə. Məsələn, 70-ci il islahatının 47-ci ildən fərqli cəhəti nədir? 70-ci ildə biz nə görürük? Görürük ki, 5 desiyatın torpağın artığı kəsilib götürülür. 5 desiyatindən artıq torpaq verilə bilməz. Nə görürük? Kəndlinin feodaldan asılılığı ləğv edilir. Nə görürük burada? Burada bir də onu görürük ki, kəndlilərin hüquqlandırılması, yəni torpağı satın alması zamanı Ruslar bəyləri də nəzərdən çıxartmırlar. Çünki Rusiya bilir ki, Çar hökuməti əgər bu gün bəy narazı qalsa, Azərbaycan bəyi Rusiyadan narazı qalsa, tez müddətdə kəndlini öz ətrafına çəkib üsyana qalxa bilər, Çar hökumətinə qarşı çıxa bilər. Ona görə də nə etmək lazımdır? Bəyi incitməmək lazımdır. Bəyi incitməmək üçün nə etmək lazımdır? Hansı ki deyirlər, kəndliyə torpağı satın ala bilərsən. Feodala belə bir hüquq verilir ki, kəndli torpağı satın alsın, amma sən o kəndlinin satın aldığı torpağın yararlı hissəsinin 1/3-ni öz mülkiyyətində saxlaya bilərsən. Bu da 70-ci ilin 47-ci il kənd əsasnaməsindən fərqidir. Həmçinin 70-ci ildə 47-ci ildən fərqli olaraq torpağı satın ala bilər. Kəndli torpaq satın alına bilər kəndli tərəfindən, amma 47-ci ildə kəndliyə belə bir hüquq verilməmişdi. Bir də 70-ci il islahatı burjua xarakteri daşıyırdı. Nə deməkdir burjua xarakteri? Artıq tam şəkildə Azərbaycanda kapitalist münasibətlərinə keçid edilir yavaş-yavaş. Yəni bir növ feodal qaydalarının ləğvi, kökündən ləğvi üçün ilk addım atılmış olur.
Bunlar oldu 70-in 47-dən fərqi. Gələk 70-ci il kəndli islahatının 47-ci il kəndli əsasnaməsi ilə oxşar cəhətlərinə. Yenə oxşar cəhət 5 desiyatin torpaq məsələsidir. Kəndliyə verilməsidir. Malcəhət və çöp başı vergilərinin ödənilməsidir kəndli tərəfindən bəylərə yaxud da ağalara və yalnız islahat kimə aid idi? Dövlət kəndlilərinə yox, sahibkar kəndlilərinə aid idi. Sahibkar kəndlilərini əhatə eləyirdi. Bu da oldu oxşarlıqlar. 70-ci il kəndli islahatının 61-ci il Rusiyadan fərqli cəhəti nə idi? 61-ci il Rusiyada dediyimiz o 2-ci Aleksandrın Rusiyada təhkimçiliyi ləğv etdiyində dövlət kəndliyə vəsait ayırırdı. Amma 70-ci il islahatında Azərbaycanda dövlət kəndliyə vəsait ayırmırdı torpağı satın alması üçün. Demək, 70-ci il islahatının nəticələri nə olur Azərbaycanda? Təbəqələşmə yaranır. Yəni, gəlin belə düşünək ki, hər kəs torpağı satın ala bilmir, amma ala bilənlər də var. Kəndlilər arasında da təbəqələşmə meydana çıxır. Yəni, az torpaqlı kəndlilər yaranır, çox torpaqlı kəndlilər yaranır. Çox torpaqlı deyəndə, yəni torpaqsız, varlı kəndlilər olan varlı kəndli dediyimiz qolçomaqlar yaranır. Qolçomaq sözünün mənası varlı kəndli deməkdir. Yəni, torpağı satın ala bilən, kasıb kəndlidən fərqlənən kəndliyə qolçomaq deyilir. Kasıb kəndlidən fərqlənən və torpağı satın ala bilən qolçomaqların sayının artması təbəqələşməni gücləndirir. Və 70-ci il islahatı Azərbaycanda kəndlilərin, necə ki dedik 61-ci il islahatı Rusiyada kəndlilərin 1881-ci ilə qədər dövlətdən müvəqqəti vəziyyətdə asılı olmasına gətirib çıxardır. Müvəqqəti mükəlləfiyyətli vəziyyətə çıxardır. Eyni ilə Azərbaycanda da müvəqqəti mükəlləfiyyətli vəziyyət yaranır. Amma Rusiyadan fərqli olaraq görürsüz, Rusiyada müvəqqəti mükəlləfiyyətli vəziyyət 61-ci ildən 81-ci ilə qədər cəmi 20 il davam eləyib. Amma Azərbaycanda müvəqqəti mükəlləfiyyətli vəziyyət 70-ci ildən ta 1912-13-cü ilin aqrar qanunlarına qədər 40 ildən çox davam eləyir. Və 70-ci il islahatına əsasən kəndlərdə sosial narazılıqlar artmağa başlayır. Ki, kəndli pulu hardan tapsın ki, torpağı satın alsın, qolçomağa çevrilsin, yaxud da feodalın əlindən yaxa qutarsın. 1878-ci ildə şəhərlərdə artıq əhalinin gözünü boyama prosesi başlayır. Azərbaycan şəhərlərində nə əhalinin, şəhər əhalisinin idarə etmədə, şəhərlərin idarə etməsində iştirakına icazə verilir. Məsələn, Bakıda və İrəvanda şəhər islahatı həyata keçirilir. 1878-ci ildə həyata keçirilmiş şəhər islahatına əsasən şəhər duması yaradılır. Yəni, hər bir şəhərin özünün şəhər duması olurdu. Bakıda, sonra İrəvanda həyata keçirilibdi ilk dəfə şəhər islahatı, amma bu şəhər islahatı tam şəkildə deyildi. Rusiyadan fərqli olaraq Azərbaycanda 78-ci ildə həyata keçirilən şəhər islahatı natamam hüquq daşıyırdı. 1878-ci ildə şəhər dumasının həyata keçirdiyi bu şəhər islahatının nəticəsində şəhər duması yaradılır və şəhər duması icra edici orqanı idi. Bura kimlər seçilə bilərdi? Şəhərlərdə yaşayan, 25 yaşa çatmış, əmlak senzinə tətbiq edilirdi. Yəni, əmlak sensi nədir? Şəhərdə yaşamalıydın, vergi ödəməliydin, əmlakın olmalıydı, yaşın 25-ə çatmalıydı. Ondan sonra sən gəlib dumanın işlərində iştirak edə bilərdin. Silki məhdudiyyətlər ləğv edilir. Nə? Yəni, sən kəndlisən, pulun olsa belə gəlib iştirak edə bilməzsən. Sən daha doğrusu şəhərlisən, pulun olsa belə gəlib iştirak edə bilməzsən. Əvvəlki dövrlərdə belə qaydalar var idi axı. Təbəqə məhdudiyyətləri ləğv olunur. Yəni hamı gələ bilər. Təki odur ki, 25 yaşın olsun, əmlakın olsun, şəhərdə yaşa, vergi ödə. Bunlar şəhər islahatının əsas səbəbləridir. Amma məhdudiyyətlər var idi. Nə? Qadın gələ bilməz. Fəhlələr iştirak edə bilməz. Xırda qulluqçular, əksər ziyalılar gəlib bu idarə etmə işlərində iştirak edə bilməzlər. Dumaya seçkilərdə iştirak edə bilməzlər. Hətta seçilənlərin 50%-nin müsəlman olma ehtimalı var idi. Yəni, çoxluğun müsəlman olmasını istəmirdilər. Çoxluğun xristian olmasını istəyirdilər. Təbii ki, şəhər islahatının həyata keçirildiyi şəhər dumasında işlər rus dilində aparılırdı. Amma Azərbaycanda tam şəkildə şəhər islahatı 1892-ci ildə həyata keçirilir. Tam həcmli islahat Yelizavetpol quberniyasında, yəni Yelizavetpol ərazisində, Gəncədə və Şuşa bölgəsində tam şəkildə şəhər islahatı həyata keçirilib, başa çatdırılmış olur. Bütün bu danışdıqlarımız burja islahatları Qafqazda Rusiyadan fərqli olaraq Şimali Azərbaycanda məhdud şəkildə həyata keçirilirdi. Amma bu nə deməkdir?
məhdud şəkildə həyata keçirilsə də kapitalizmin əsaslarını qoymuşdu və 19-cu əsrin ikinci yarısında millətin Azərbaycanda inkişaf prosesi başlayır. Yəni millət formalaşmağa başlayır. Bir millətin formalaşması üçün zəmin yaradan hallar nələr idi Azərbaycanda? Kapitalizmin inkişafıdır, burjua islahatlarının həyata keçirilməsidir və burada varlı təbəqə olan burjuaziyanın, fəhlə təbəqəsinin, ziyalılar, yəni oxumuş, alim, təhsil almış insanların sayının artması millətimizin formalaşması prosesinə gətirib çıxardır. Belə hörmətli abituriyentlər, bugünkü burjua islahatları mövzusu haqqında bu qədər. Ümid edirəm mövzu kifayət qədər anlaşıqlı olmuşdur. Kanala abunə olub videonu bəyənməyi unutmayın. Sağ olun. Növbəti videolarda görüşənədək salamat qalın.